Masallı bugün bizimlədir. Meyxana jarının yeganə ustalarından biri, maşallah olsun, Azərbaycanın telekanallarında daim öz sözün deyən. Rəhman, xoş gəlmişsən. Əziz qardaşım, gözəl insan. Biz sizinlə 97-ci ildə sənədin bir neçə toylarda görüşmüşük. Sığdaşda, Ninalovda, böyük yaradana min şükür. 27 il ötdü. Maşallah olsun, varıq. Allah həmişə pənahında hər bir insanı, hər bir bəndəsini qorusun. Bizlər də elə. Bugün Elmar bəyimizin, gözəl Göyçək Fatimə balamızın toy günüdür. Mirzağa qardaşımıza göz aydınlığı veririk. Zəminə bacımıza göz aydınlığı, bütün yaxınlara, doğmalara göz aydınlığı veririk. Və əziz dostlar, söz verilir şair qardaşımıza. Rəhman, buyurun. Salam, axşamınız xeyir olsun. Gec də verilsə söz, yenə də yeziyik. Masaldan o, Azərbaycandan o. Allah xeyir versin, Mirzağa kişi, Allah xoşbəxt eləsin Elmar qardaşımızı. Allah yaxşı insanları qorusun, Allah subaylara qismət. Siz də xoş gəlmişsiniz, gözəl sənətkarlar, Ülvi qardaşım, sənətkarlar, var olasınız. Diqqətinizə görə minnətdaram. Meyxana elə bir şeydir ki, haçan verildi, o yeri öz yerindədir. Allah mübarək eləsin, Allah xoşbəxt eləsin. İnşallah mən də öz ürək sözlərimi deyərəm. Biraz vaxtınızı alacam, ondan sonra yenə nə qədər istəyirsiniz oynayasınız. Allah mübarək eləsin. Mən də bir yezdi kimi, dost kimi, qardaş kimi bu məclisdə iştirak edirəm. Hər məclisdə mən belə gəlib iştirak eləmirəm. Allah mübarək eləsin. Açmamışam mən heç vaxtı qamxana. Canım qurban özünü tanıyan oğlana. Canım qurban özünü tanıyan oğlana. Mənim də borcumdur deyən meyxana. Elmar bəyin ziyafətindən olmaz. Elmar bəyin